Salam əziz şagirdlər, bugün sizinlə birlikdə bu videoda Azərbaycan dilindən ikinci mövzumuz olan mürəkkəb cümləyə baxacağıq. Özüm əvvəlcədən qeydlər yazmışam. Qeydlər üzərində qısa izahına baxacağıq. Deməli, mürəkkəb cümlə. Mürəkkəb cümlədə əsas struktur odur ki, mürəkkəb deməli cümlə olur və cümlədə təbii ki, mübtəda və xəbər olur. Və hər xəbərin də öz mübtədası olur. Məsələn, mən getdim deyəndə bu sadə cümlədir. Çünki xəbər yalnız mənə aiddir. Yəni xəbəri mən icra edirəm. Amma mən getdim, o gəldi. Getdim mənə aiddir. Gəldi oya aiddir. Yəni o şəxsinə. Ona görə də iki xəbər, iki mübtəda varsa bu mürəkkəb cümlədir. Deməli bunu anladıqdan sonra keçək cümlə nümunələrinə. Birinci cümləmiz oxudum, anladı. Bir də oxudum, anladım. Dediyimi elə burada da yazmışam. Mən oxudum, o anladı. İki mübtəda, iki xəbər varsa nədir bu? Mürəkkəb cümlədir. Amma bu nədir? Mən oxudum, mən anladım. İkisində gördüyümüz kimi deməli nə var? Baxın, mən, bunda da mən var. Digərində də mən var. Şəxslər eynidir. Şəxslər eynidir. Yəni belə deyək ki, hər iki xəbərdə bir mübtədaya aiddirsə, bu adlanır mürəkkəb cümlə. Məsələn, başqa bir çətin bir məsələn cümlə yazmışam ki, Əhməd Bakıya getdi, o restoranda işlədi. İndi burada bizim deməli diqqət etməli olduğumuz nədir? Burada getdi var. Burada yəni səhv bir şey yoxdur. Bu düzgündür. Demək getdi yalnız şəxsə aiddir, Əhmədə aiddir. Amma digər də bunu bəzən çaşıb şəxs kimi götürənlər var ki, o restoranda, yəni o restoranda işlədi. Yenə də belə götürəndə o Əhmədə aid olduğuna görə yenə də bu sadə cümlə olur hər üsulda da. Amma biz buradakı onu şəxs kimi düşünmürük. O restoran, hansı restoran? Həm də burada şəxs kimi olsaydı burada vergül olardı. Yəni vergül yoxdur. O restoran, hansı restoran? O burada işarə vəzlini, yəni restoranın hansı restoran olduğunu bildirir. Bu da bir xəbərimiz, bir mübtədamız olduğuna görə, yəni daha doğrusu iki xəbərimiz, bir mübtədamız, yəni iki xəbərdə bir mübtədaya aid olduğuna görə bu olur sadə cümlə. İndi gələk növbəti cümlələrə. Deməli, növbəti cümləmiz odur ki, yağış yağır, torpağı isladır. Deməli, burada yağır nə yağış? Buradakı yağır xəbərimiz yağışa aiddir. Bu bəlli oldu. İndi ikinci hissəmizə baxaq. İsladır. Yəni nəyi? Torpağı isladır. Torpağı isladan nədir? Yağan yağış, yəni yağış. Burada hər iki xəbər yağışa aiddir. Deməli, bu nədir? Sadə cümlədir. Burada da yazmışam. Hər iki xəbər yağışa aiddir, sadə cümlədir. Sonuncu cümləmiz yağış yağır, torpaq islanır. Artıq burada hər xəbərin öz mübtədası var. Yəni yağır nə yağış, islanır nə torpaq. Burada artıq yağış torpağı islatmır. Torpaq elə öz-özündən islanır. Yağır yağışa aiddir, islanır isə torpağa aiddir. Və hər iki xəbərin öz mübtədası olduğuna görə bu da nə olacaq? Mürəkkəb cümlə olacaq. Daha sonra gəlirik mürəkkəb cümlə iki yerə ayrılır. Tabeli mürəkkəb cümlə və tabesiz mürəkkəb cümlə. Bu da hər kəsə aydındır. Yəni tabeli və tabesizlərə ayrılır. Ümumi belə məlumat verim ki, tabeli mürəkkəb cümlədə iki cümlə olur və adından da göründüyü kimi bir-birinə tabe olur. Tabesizlik isə adından da göründüyü kimi iki cümlə olur və bir-birinə tabe olunur, yəni ayrıla bilirlər. Digərində ayrıla bilmirlər. Və tabesiz mürəkkəb cümlənin komponentlərini bağlayan vasitələr var ki, bunun birincisi intonasiyadır və ikincisi tabesizlik bağlayıcılardır. Tabesizlik bağlayıcılarına aiddir bölüşdürmə, birləşdirmə, daha sonra iştirak aiddir, aydınlaşdırma və s. ki, bunlar tabesizlik bağlayıcılardır ki, biz bunları əzbər bilməliyik ki, cümlədə gördüyümüz an deyək bu tabesiz cümlənin. Yəni adından göründüyü kimi tabesiz isə tabesizlik bağlayıcılar olacaq, tabeli isə tabelik bağlayıcılar olacaq. Və birincisi intonasiya nədir? İntonasiya heç bir şey olmur. Yəni məsələn deyimindir. Deyirlər imtahan çətin olub. Məsələn, burada artıq heç nə yoxdur gördüyünüz kimi. İntonasiya ilə bağlanıb. Amma desəm ki, deyirlər ki, imtahan çətin olub. Bu artıq tabesiz yox, tabeli mürəkkəb cümlə olacaq. Çünki ki nədir? Tabeli bağlayıcıdır. Tabeli bağlayıcısı tabeli mürəkkəb cümlə olacaq. Amma məsələn belə desək ki, deyirlər imtahan çətin olub, amma çox asan idi. Bu zaman tabesiz mürəkkəb cümlə olacaq. Çünki orada amma var. Yəni amma tabesizlik bağlayıcısıdır. Və ümumi anlayışlarınız bu qədər idi. Növbəti videoda isə ayrı-ayrı tabeli mürəkkəb cümlə və tabesiz mürəkkəb cümlə haqqında danışacağam. Videoların daha çoxu üçün abunə olun və videoları da bəyənməyi unutmayın. Sağ olun.